Sabahınız xeyir dostlar, əziz izləyicilər. Hər biri salamlayıram. Əvvəla onu qeyd edeyim ki, 2020-ci ildə 18 iyul tarixində 2019-cu ildə yaradılan Milli Fədailər Hərəkatının təsir şöbəsinin sədri kimi Atabəy 19 Atatürk Ocağının rəsmi saytına daxil olaraq Atabəy 19 Atatürk Ocağının rəsmi üzvü oldum. Rəsmi üzvlük müddətində mənə Atabəy 19 Atatürk Ocağının sədri Hüseyin Haqqı Qaveci mənə Atabəy 19 Atatürk Ocağının Azərbaycan Atabəylik vəzifəsini təyin etdi və bu vəzifəni yerinə yetirərkən bir çox uğurlar əldə elədim və çox təəssüflər olsun ki 2025-ci ilin yanvarın 31-də Türk dünyasının böyük öndəri, böyük qurucusu, Türk dünyasında ilk dəfə parlamentli respublika qurmuş və Kitab-ı Dədə Qorqud dastanının yaradıcısı, Koroğlu dastanının yaradıcısı, ümumiyyətlə Türk dünyasının tarixində ilk dəfə olaraq Türk tayfalarını, Türk boylarını demokratik üsullarla Midiya imperiyasına və Səfəvilər imperiyasına çevirmiş və eramızdan əvvəl Araz çayının cənubunda yaradılan Atropatena dövlətinin və 1918-ci ilin 28 mayında adlandırılan Azərbaycan Respublikasının vətəndaşı Tural Qarayoğlu qeyri-məlum səbəbdən bizim 1813-1828-ci il Gürcistan və Türkməncan müqaviləsi ilə işğal olunmuş Araz çayının şimalında qurulan 1918-ci 28 may və cənubunda 1920-ci ildə Şeyx Məhəmməd Xiyabani tərəfindən, 1945-ci ildə isə Seyid Cəfər Pişəvəri tərəfindən qurulan Azadistan və 21 Azər hərəkatına baxmayaraq 1920-ci ilin 28 aprelində Rusiya Sovet Xalq Komissarlar Sovetinin 11-ci Qırmızı Ordusu tərəfindən işğal olunması və 70 il ərzində Azərbaycanın 1993-cü ilin 4 iyununda hərbi qiyamla Azərbaycan Respublikasının bütün dövlət orqanlarını işğal etmiş Sovet Sosialist Respublikası vətəndaşlarının xüsusi xidmət orqanları tərəfindən Dövlət Təhlükəsizlik Komitəsinin qurucusu sayılan və təbii ki onun qurucusu mən tarixə istəyərdim sizə açıqlayım. KGB sistemini quran şəxs ad olaraq burada mən də bunu
tərcümə edib sizə açıqlayacağım. Deməli, Lübyanka meydanında yerləşən, Moskva şəhərində yerləşən 6 oktyabr 1991-ci ildə de facto olaraq ləğv edilən və hazırki adla Federal Təhlükəsizlik Xidməti adlandırılan FSB və onun qurucusu təbii ki burada adı yazılmayıb. Lakin bilirsiniz ki, hal-hazırda onun rəhbəri Aleksandr Barotkindir. Və bu məlumatı mən sizə açıqlamaq istəyirəm ki, 1993-cü ilin 4 iyun hərbi qiyamını təşkil edən, hal-hazırda Rusiya Federasiyasının prezidenti olan Vladimir Putindir. Bu məlumatı mən sizə açıqlamaqda məqsədim odur ki, Atabəy 19 Atatürk ocağının bizim haqqımızda böhtan xarakterli, güya bizim Rusiyanın FSB-sinin əməkdaşı olduğumuzu iddia etmələri, ittiham eləmələri tamamilə əsassızdır. Ona görə ki, biz 31 yanvar 2025-ci ildə ziyarətimiz məhz Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri Novxanı kəndində dünyaya göz açmış Azərbaycan Demokratik Respublikasının Milli Şurasının qurucusu, əslən Tat olan, Tat kökənli, Tat türkü olan Məhəmməd Əmin Rəsulzadəni ziyarət etməyimiz görünən odur ki, Cumhuriyyət Xalq Partiyasının məhz 23 aprel 1920-ci ildə xəyanət sayılan, Türk millətinə xəyanət sayılan Rusiya Sovet Sosialist Xalq Komissarlar Sovetinin sədri Lenindən imzalanan müttəfiqliyə görə bizi Rusiya KGB-sinin və Rusiya FSB-sinin əməkdaşı ittihamını irəli sürürlər. Və bu ittihamlar tamamilə əsassızdır. Ona görə ki, Məhəmməd Əmin Rəsulzadə bütün ömrünü Rusiya Sovet Sosialist Respublikasının 1920-ci ilin 28 aprelindən bəri işğal etdiyi Azərbaycan Xalq Cumhuriyyətinin dövlət müstəqilliyi uğrunda Prometey hərəkatının başlanmasında əvəzsiz rol oynayıb. Nəinki əvəzsiz rol oynayıb, hətta Türkiyə Cumhuriyyətinin paytaxtı Ankara şəhərində Azərbaycan Kültür Dərnəyini yaradıcısı olub. Hətta Rusiyanın işğalına məruz qalmış Polşa Respublikası, Rumıniya Respublikası və Almaniya Federasiyasında Hitler Almaniyası dövründə Azərbaycan legionerlərini yaratmaqla komünist rejiminə qarşı, Rus istibdad rejiminə qarşı mübarizə aparıb. Və çox təəssüflər olsun ki, Atabəy 19 Atatürk ocağı hələ də Cumhuriyyət Xalq Partiyasının ideologiyası ilə çıxa bilmir. Və rəsmi şəkildə onu qeyd eləmək istəyirəm ki, Atabəy 19 Atatürk ocağı bizə qarşı etdiyi böhtan, iftira xarakterli informasiyalara baxmayaraq, bu günə qədər biz Atabəy Türk ocağına qarşı qara PR kampaniyası aparmamışıq. Və bundan sonra da aparmayacaq. Ona görə ki, Türk törəsinə görə biz Mustafa Kemal Atatürk'ü böyük öndərimiz, böyük atamız hesab edirik. Mustafa Kemal Atatürk
Türk millətinə xəyanət etməyən, Türk millətinə xidmət edən və Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və siyasi əsaslarını, ideoloji əsaslarını milli təsanüt nəzəriyyəsinə söykənərək Atatürk ilkələrini və Cümhuriyyət ilkələrini əsasını qoymuşdur. Mustafa Kemal Atatürk o cümlədən Türkiyə Cümhuriyyətinin qurucu prezidenti, qurucu parlamentin sədri olmuşdur. Məhəmməd Əmin Rəsulzadə ilə Mustafa Kemal Atatürk arasında çox isti münasibətlər olub, dostluq münasibətlər olub və bu dostluq münasibətlərin kökündə Türkoloji qurultayın 1926-cı ildə keçirilməsi bunun əyani sübutudur. Mustafa Kemal Atatürk'e xəyanət edən onun ən yaxın silahdaşlarından biri Osmanlı İmperiyasının Müdafiə Nazirinin müavini İsmət İnönü və təbii ki Demokrat Partiyasının qurucularından olan Türkiyə Cümhuriyyətinin 3-cü prezidenti Cəlal Bayar olub. Bilirsiniz ki, Cəlal Bayarın prezidentlik dövründə Türkiyə Cümhuriyyətində anti-Atatürk hab-havası tüğyan eləyib və əzanın ərəbcəyə dönüşməsi neo-Osmanizminin geri dönməsinə nəticələnib. Bu səbəbdən mən Atabəy 19 Atatürk Ocağının kollektivinin yeni yaratmış olduğu Atabəy Qurtuluş Atatürk Partiyasına uğurlar arzulayıram və hakimiyyət uğrunda aparılan mübarizədə müvəffəqiyyətlər arzulayıram. Biz Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşı olaraq, Azərbaycan Respublikasının vətəndaşı olaraq hüquqi və siyasi cəhətdən artıq Atabəy 19 Atatürk Ocağının təmsilçiləri deyilik. Buna baxmayaraq biz Atabəy 19 Atatürk Ocağının Azərbaycan Atabəyliyində təmsilçiliyimiz şərəflə, ləyaqətlə keçmişdir. Buna görə də bizim hər hansı bir Rusiyanın xüsusi xidmət orqanları ilə heç bir əlaqəmiz yoxdur. Nəinki əlaqəmiz yoxdur, hətta bugünə qədər biz bu mübarizəni son damlamıza qədər aparırıq. Bizim ağzımızdan çıxan ifadələrin heç birində Rus dilində bir kəlmə səsləndirilmir. Apardığımız paylaşımlarda da bunu açıqca görə bilərsiniz. Mən sonda ulu öndərimiz Məhəmməd Əmin Rəsulzadənin Məhəmməd Əmin Rəsulzadənin Türk gəncliyinə müraciətini səsləndirmək istəyirəm. Hal-hazırda o səsi mən səsləndirəcəm.
Nəsibdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasının Onun geniş müsahibəsini biz səsləndirmişik. İndi mən həmin səsi səsləndirəcəm. İndi həmin səsi mən sizə tapacağım. Hardadır o səs? İndi onu tapacağım. Narahat olmayın. Azerbaycan genci, bugün senin genç cumhuriyetinin bir yaşı bitir. Kim bilir tarih ilahinin tevfikiyle kaç. Belki de yüzlerle, binlerle seneler, sen bugünkü günde bayrağını götürüp samimi bir sevinç, hakiki bir dua hissiyle istiklal aldığın bugünkü günü hatırlayacaksan. Azerbaycan genci, iftihar et kardeş. Oğuz Han nesli arasında birinci olarak en medeni usul idareye, cumhuriyet usuluna nail olan yine sensen. Azerbaycan Halk Cumhuriyeti'nin gençlere müracaatında 28 Mayıs 1919. sene. İndi mən həmin videonu sizə səsləndirəcəm. Bir sözlə dostlar, bizi təşkilatdan xaric etməklə əslində onlar özlərini Cumhuriyyət Halk Partiyasına bağlı olduqlarını və Cumhuriyyət Halk Partiyasının prinsipləri ilə hərəkət etdiklərini bir daha sübut etdilər. Bildiyiniz kimi Cumhuriyyət Halk Partiyasının 6 ilkəsində nələr qeyd olunur? Cumhuriyyətçilik, yəni respublikaçılıq, qanunvericilik, icra edici və məhkəmə hakimiyyəti, millətçilik, yəni vətəndaş milliyyətçilik anlayışı, yəni nə mutlu türküm deyənə anlayışı, laiklik, yəni sekulyarlıq, yəni dünyəvilik, dini dövlətdən ayrılmaq, dövlətçilik, yəni 30 illik, 30 dövr qurulan imperiyalar tarixi, yəni Türk törəsi ilə Oğuz türklərinin 24 Oğuz boylarının qurduğu dövlətlər nəzərdə tutulur. Və mən Atatürk ilkələrini təkrar sizə deməli, Atatürk ilkələri nələrdir? Deməli, burada cumhuriyyətçilik yazılıb, millətçilik, xalqçılıq, yəni xalq əslində anlayışı
deməli, Türk millətinin milli mənəvi dəyərləri, onun tarixi, şifahi xalq ədəbiyyatı, yazılı ədəbiyyatı və s. nəzərdə tutulur. Və inqilabçılıq, yəni bilirsiniz ki, Fransa burjua inqilabı və təbii ki, Amerika Birləşmiş Ştatlarının konqreslərlə Türkiyədə Amasya, Sivas, deməli, Erzurum və konqreslərinin təşkili ilə qurulan Ankara Böyük Millət Məclisi 23 aprel 1920-ci il və bütövləşdirici ilkələr isə milli müstəqillik, milli egemenlik, milli birlik, çağdaşlıq, ağırcılıq. Altı ox məsələsinə gəldikdə isə altı ox məsələsi nədir? Altı ox məsələsi deməli, bu Türk törəsindən gələn bir ilkədir. Bilirsiniz ki, Oğuz Xaqanın, yəni Götürk dövlətindən öncə qurulan Hun imperatoru Hun Xaqanı, Xaqanlıq bilirsiniz ki, Tanrının yer üzünə göndərilən bir sərkərdə və ali başkomandandır və bilirsiniz ki, Türk törəsində Xaqanlıq Tanrının yer üzünə göndərilən hökmdar mənasını ifadə edir və Türk törəsində Xaqanlığa itayətkarlıq məhz onu seçən vətəndaşlar tərəfindən müasir dövrdə demokratik yolla vətəndaşların səs verilməsi ilə, seçilməsi ilə baş verib. Bildiyiniz kimi, Azərbaycan Xalq Cümhuriyyəti təbii ki, şəraitə uyğun olaraq qurulduğuna görə bilirsiniz ki, 28 mayda Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 26 nəfər üzvü yekdilliklə, çoxluqla müstəqilliyini elan edib. 23 aprel 1920-ci ildə isə bilirsiniz ki, 158 nəfər iştirakı ilə 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətini qurublar və 100 nəfər isə Osmanlı İmperiyasında, İstanbulda işğalı zamanı İstanbulda təmsil edən İttihat Tərəqqi Partiyası anti-cümhuriyyətçi mövqe tutaraq, yəni azlıq faktiki olaraq səltənət və padişahlığı müdafiə ediblər və çoxluğun ümumi rəyi ilə Mustafa Kemal Atatürk məclis sədri seçilməklə bərabər həm də prezident seçildi və prezident seçilməsi ilə bərabər nazirləri belə təyin etmək hüququna nail olundu. Yalnız 1946-cı ildə etibarən Türkiyə Cümhuriyyətində baş nazir məhz parlament seçkiləri nəticəsində partiyanın sədri kimi 2000 bilirsiniz ki, 10-cu ildə keçirilən referendumdan parlament respublikasından prezident respublikasına keçdi və 2013-cü ildə etibarən Türkiyə Cümhuriyyətində baş nazirlik ləğv olundu və faktiki olaraq Türkiyə Cümhuriyyətində prezident üsul idarəsi tətbiq olundu və prezident üsul idarəsi əsasında nazirlər prezidentə tabe etdirildi. Yəni parlamentli orduya dayanan vəsait sistemi ləğv olundu və Türkiyə Cümhuriyyətinin baş qərargah rəisi Türkiyə Cümhuriyyətinin
Müdafiə Nazirinin Ali Başkomandanı, Türkiyə Cümhuriyyətinin prezidenti oldu. Bilirsiniz ki, Azərbaycan Xalq Cümhuriyyəti işğalından 70 il sonra deməli 26 nəfər əleyhinə, 43 nəfər lehinə səs çoxluğu ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul olundu. Və nəticə etibarilə Azərbaycan Respublikası Prezident Respublikasına keçdi. Və mən sizə maraqlı bir məlumat da sizə vermək istəyirəm. Təbii ki, bu məlumat çox gizlidir. Bu məlumatı çox adam bilmir və bu məlumatı mən sizə açıqlamaq istəyirəm. 221 nəfər lehinə, 101 nəfər bir tərəf, 3 nəfər isə səs vermədən, 106 nəfər deməli əleyhinə səs verərək Azərbaycan Respublikasının birinci prezidenti Ayaz Mütəllibov 15 may 1992-ci ildə 1991-ci sentyabrdan sonra ikinci dəfə prezident seçildi. Azərbaycan Respublikasının ikinci prezidenti Əvvəl Elçi bəy 1992-ci ilin iyun ayının 7-sində 1992-ci ilin 15 mayında baş vermiş dövlət çevrilişindən sonra 1992-ci ilin mayın 18-də Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilən İsa Qəmbər Müsavat fraksiyasının Mərkəzi Seçki Komissiyasına ünvanladığı məktubla bilirsiniz ki, Müsavat Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında iştirak etdiyi üçün Mərkəzi Seçki Komissiyasına müraciət etdi və bu müraciət əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət əsasında 1992-ci ilin deməli iyun ayının 7-sində deməli Əbülfəz Qədiroğlu Əliyev, Azərbaycan Xalq Cəbhəsinin sədri, Azərbaycan Demokratik Ziyalılar İttifaqının sədri Nizami Süleymanov və Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci ilin martından 92-ci ilin mayın 15-nə qədər parlamentin sədri seçilmiş Yaqub Cavadoğlu Məmmədov, Azərbaycan Demokratik İslahatlar uğrunda İctimai Birliyinin sədri İlyas İsmailov, sonradan isə Azərbaycan Respublikası Ədliyyə Naziri, Azərbaycan Xalq Demokrat Qrupunun rəhbəri Rafiq Turabxanoğlu Abdullayevin namizədliyi əsasında Azərbaycanda fövqəladə olaraq ilk dəfə olaraq ilk və son olaraq demokratik prezident seçkiləri keçirildi. Prezident seçkilərinin nəticələrinə əsasən 60.86% səs çoxluğu ilə Milli Azadlıq Hərəkatının lideri şərqşünas Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçi bəy böyük səs çoxluğu ilə Azərbaycan Demokratik Ziyalılar İttifaqının sədri Nizami Süleymanovun 30% fərq çoxluğu ilə Azərbaycan Respublikasının ikinci prezidenti seçildi. Gəlin həmin prezident seçkiləri zamanı
Əlfəz Elçibəyin and içmə mərasimindəki səsləndirdiyi fikirləri diqqətinizə çatdıraq. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini vicdanla həyata keçirəcəyimə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına dönmədən əməl edəcəyimə, vətənimizin suverenliyini və ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyacağıma, Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlığının keşiyində duracağıma, xalqın yüksək etimadını doğrulacağıma and içirəm. Əlfəz Elçibəy yeganə prezident oldu ki, məhz Milli Məclis Azərbaycan Respublikasının qanunvericilik orqanının önündə and içmə mərasimində Azərbaycan Respublikasının konstitusiyasına and içdi və Quran-ı Kərimə and içdi. Ondan sonraki dönemdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkiləri çox təəssüflər olsun ki, SSR elitası tərəfindən seçkilər saxtakarlıqla keçirildi. Buna baxmayaraq, Azərbaycanın qanunvericilik orqanı buna rəğmən demokratik üsullara əsaslanaraq, hüquqa əsaslanaraq çox maraqlı bir qərar çıxartdı. Gəlin o qərarla bağlı sizə məlumat verək. Deməli, belə. 1993-cü ilin 15 iyununda Azərbaycan Respublikasının 2-ci prezidenti Əlfəz Elçibəyin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan Respublikasının Milli Məclisinin üzvlərinin iştirakı ilə 34 nəfər lehinə və 3 nəfər lehinə səs verilərək Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyev parlamentin iradəsi ilə seçilmiş oldu. 1993-cü ilin 2003-cü ilin 3 avqust tarixində isə Azərbaycan Respublikasının 4-cü prezidenti İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin iştirakı ilə 111 nəfər lehinə, 1 nəfər əleyhinə səs çoxluğu ilə parlament iradəsi ilə Azərbaycan Respublikasının 4-cü prezidenti seçildi. Əziz dostlar, əziz izləyicilər, bu məlumatı yalnız Milli Fədali Hərəkatı deyə bilər. Və bizim bu dediyimiz həqiqətlərə görə bizi heç bir hüquq-mühafizə orqanları, hətta xüsusi xidmət orqanları həbs edə bilməz. Ona görə həbs edə bilməz ki, biz bu həqiqətləri Azərbaycan Respublikasının konstitusiyasına görə 4-cü hakimiyyət sayılan mətbuat vasitəsi ilə sizə bunu açıqlayırıq. Bilirsiniz ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və ulu öndəri Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Respublikasının dövlət himninin musiqisini bəstələyən Üzeyir Hacibəyov, Azərbaycanın satirik jurnalı olan Molla Nəsrəddin jurnalının banisi Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə peşə etibarı ilə jurnalistdir. Və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan 525-ci qəzetdə çalışmış Rəşad Məcid də Azərbaycan Mətbuat Şurasının sədridir. Və bu səbəbdən biz heç bir halda 4-cü hakimiyyətin gücündən istifadə edərək yalan danışmaq hüququmuz yoxdur. Ona görə əziz dostlar, əziz izləyicilər,
Biz Azərbaycan Respublikasının vətəndaşı olaraq bundan sonra fəaliyyətimizi milli fədali hərəkatının inkişafı üçün, Azərbaycan Respublikasının vətəndaşlarının yüksək rifah halında yaşaması üçün mübarizəmizi son damlamıza qədər aparacaq. Sonda isə Azərbaycan Respublikasının dövlət himni ilə canlı yayımımızı bitirmək istəyirik. Azərbaycan, ey qəhrəman varışlar vətəni, səndən ötürü can verməyə cümlə hazırız, səndən ötürü qan tökməyə cümlə qadirdir, yüksəkli bayrağına mənsublaşır. Yüksəkli bayrağına mənsublaşır. Millərlə can qurban oldu, sinən hərbəni qanırdı, hüququndan keçəməzsə, hələ bir qəhrəmandı. Sən varsan Gülüstan, can qurban, sinəndə tutmuş nikah, namusunu hissetmeye, Əziz dostlar, biz həm də Atabəy Türk Ocağının Azərbaycan Atabəyi olmuş bir sıravi bir milli fədal hərəkatının üzvü kimi Türkiyə Cümhuriyyətinin dövlətini də oxumağa, səsləndirməyə özümüzə borc bilirik. Sönmez bu şafak, yüzün ağsınca, sönmüldün üstünde sönmüşünce, ümmetin yıldızıdır parlıyor, oradan ümmetin alacak. Əziz dostlar, sonda biz Atatürk'ün sözləri ilə canlı yayımı bitirmək istəyirik. Bugün Cumhuriyetimizin 10. yılını doldurduğumuz en büyük